3D printerin hazırlanması ilə bağlı növbəti videoda sizləri salamlayırıq. Görmüş olduğunuz kimi bizim 3D printerimiz artıq hazırdır. Bəli, müəyyən xırda problemlərimiz oldu, amma nəhayət ki, test eləmək üçün artıq 3D printerimiz hazırdır. Bu videoda son olaraq nə etdiyimizi və testdən əvvəl bu 3D printeri hazırlayarkən nəzərə almamız gereken en son məlumatları paylaşacağıq. Bəli, bu görmüş olduğunuz printerimizdir. Bu printerimizdə biz nə etdik? Karkas hissəsini yığdıq. Daha sonra digər karkas hissəsini bağladıq. Ekran hissəsini bağladıq. Bütün stepper motorlarımızı 4+1,5 stepper motorumuzu ayrı-ayrı qoşduq. Daha sonra onlara mikrosxemalarını bağladık. Arka tərəfindən çevirsək, görmüş olduğunuz ən əsas bunun kontrol hissəsi buradadır. İdarə etmə mexanizması olan hissəsi buradadır. Burada biz nə etdik? Bütün stepper motorlarımızın hissələrini bu kontrol idarə etmə sisteminə bağladıq və bunların hər birisinin də özünün ayrıca stepper motorunun idarə edilməsi üçün stepper motor driver adlanır. Yəni belə desək mikrosxeması. Yəni hər bir stepper motorun özünün mikrosxemasıdır burada görmüş olduğunuz. Daha sonra biz burada görmüş olduğunuz switchlərdir ki, hansı ki kontaktorlardır ki, bu bizim yataq hissəmiz gəlib çatdığı vaxt, dəydiyi vaxtı bağlanması üçün təmin edir. Daha sonra biz digər bu LCD monitor hissəsinin birləşmələrini bağladıq yenə mikrosxemanın özünə. Görmüş olduğunuz kimi artıq tamamdır və biz testdən keçirə bilərik. Və bunun blokutanyası var ayrıca. Blokutanyasının özü də iki cür hesablana bilər. 110 volt və 220 voltluq. Biz hal-hazırda bu Tokyo'da 110 volt istifadə olunduğu üçün onu istifadə eləmişik. Ancaq əgər Azərbaycanda istifadə olunarsa bunun içərisində kiçik düymədən görsənir. Buradan baxanda bəlkə o videodan daha yaxşı görsənməyə bilər. İçinə əyildiyimiz vaxtı görürsünüz ki, kiçik bir hissə var. Orada 220 volt olan hissəsinə bir dəmir hissə ilə salıb çevirə bilərsiniz. Yəni belə bir dəmir hissə salıb içinə onun digər 220 volt hissəsini çevirmək olur. Əmin olun ki. Və artıq biz robotumuzu test etməyə hazırdır.